Adım Murad Feyzullayev, 18 yaşım var. Zahid müəllimin yanında qabiliyyət imtahanına hazırlaşırıq. Taekwondo üzrə normativlərə hazırlaşırıq. Eyni zamanda ümumi fizik hazırlıqdır, qaçışdır, tullanmadır, 100 metr, 1000 metr. Zahid müəllimin yanında hazırlaşırıq. Taekwondo məşqlərimiz olur, pumse, bazı hərəkətlərin üzrə məşq edirik. Mən İsa Vəsli, 217 nömrəli məktəbdə oxuyuram. 10 ildir Nərmanov klubunda məşq edirəm. 110 bal yapmışam. Taekwondo məşqliyi üzrə Zahid müəllimdə məşqləri başlamışam. İnanıram ki, qəbul olacaq. Mən Əliyev Ələkbər, 255 nömrəli tam orta məktəbin 11A sinif şagirdiyəm. İmtahandan 145 bal toplamışam. Özümü Taekwondo üzrə məşqçilikdə görürəm. Həm Azərbaycan Taekwondo Federasiyasında milli dərəcəli hakiməm, həm də Altman Taekwondo klubunun köməkçi məşqçisi kimi fəaliyyət göstərirəm. Özümü beynəlxalq dərəcəli hakim kimi nəzərdə tutmuşam. İnşallah akademiyada da təhsilimi davam etdirib, ali təhsilli məşqçi kimi fəaliyyət göstərmək istəyirəm. Mən Kazımlı Süleyman, 299 saylı məktəbin 11-ci sinif şagirdiyəm. Özümü Taekwondoda tapmışam və gələcək planlarım Taekwondo məşqçi etməkdir. Zahid müəllimin köməyi ilə pumse məşqləri, normativ üzrə hazırlıq məşqləri keçirik. Mən Həsənova Səbinə, 255 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdiyəm. Taekwondo məşqçiliyi üzrə ixtisas seçmişəm. Məşqlərimiz uğurla davam edir. İmtahandan 132 bal yapmışam. İnşallah qəbul olaram. Taekwondo üzrə məşqçiliyi gözləyirəm. Mən Əlizadə Əli, Taekwondo ilə 4 ildir məşğul oluram. 212 nömrəli tam orta məktəbdə oxuyuram. 11-də sinifin şagirdiyəm. Nərmanov Taekwondo klubun üzvüyəm. Zahid müəllimin rəhbərliyi ilə Taekwondo normativlərinə hazırlaşırıq. Mən 122 bal toplamışam. İnanıram ki, yaxşı olacaq, məşqçilik ixtisasına qəbul olub, məşqçi işləyə biləcəm. Azərbaycan İdman Akademiyasına hazırlaşan tələbələrlə birgə artıq məşqlərə start vermişik. İdmançılarımız tam əzmlə çalışırlar. Məqsədimiz onların hər birinin Azərbaycan İdman Akademiyasına qəbul olmalıdır və gələcəkdə məşqçi kimi fəaliyyət göstərməklərdir. Bütün idmançılarımıza uğurlar arzulayırıq.